Abşeron rayonu Məmmədli kəndində yanacaq doldurma məntəqəsinin ərazisində yanğın baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat verib. Qeyd olunub ki, əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib. Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının məntəqəsinin ərazidə yerləşən bir dam altında tikilmiş, ümumi sahəsi 260 kvadrat metr olan 8 boksdan ibarət avtomobil təmiri sexi və ehtiyat hissələri satışı mağazası kimi fəaliyyət göstərən obyektlərdə baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən olunub. Yanğın söndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənərək digər bokslara yayılmasına, habelə yanacaq doldurma məntəqəsinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində 2 boksun yanar konstruksiyaları 60 kvadrat metr sahədə və dam örtüyünün taxta atmaları 260 kvadrat metr sahədə yanıb. Xəsarət alan olmayıb. Digər obyektlər və yanacaq doldurma məntəqəsi yanğından mühafizə olunub.